Vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Məmmədoğlular servisin arxasında yeni massivdə 203 nömrəli marşrutdan 350 metr məsafədə 430 içində şəxsi inşa olunmuş, gözəl, 2 mərtəbəli, 5 otaqlı bir, içi dolu, əşyalı bir evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara belə gözəl evlər qismət eləsin. İndi ev haqqında bütün məlumatlarını verəcəm, sonunda qiymətini deyəcəm. Ev həqiqətən çox möhtəşəm, əsl evdən başı çıxan adam üçün yararlı bir evdir. Yəni gəlib baxsalar, bu evə kimsə deyəməz ki, bu evi mən bəyənmirəm. Evin pultla idarə olan darvazası. Bütün hasarları hamısı qabansiklə görürsünüz üzlənib. Üstəlik həyəti işıqlandırmaq üçün əlavə. İşıqlar qoyulub. Ev həqiqətən çox gözəl evdir. Allah hamıya belə gözəl evlər qismət eləsin, hörmətli izləyicilər. Həqiqətən çox gözəl evdir. Həyətin tamet daşları dözülüb, 4 sotun içində. İndi bir dənə həyəti ilə əlavə əvvəlcə tanış olaq, sonra evin içi də möhtəşəm təmirdir. Ətraflı tanıyacaq. Bu yerlənsə burada qalacaq. Bunu nəzərdə çatdırın. Stoldur, 12-dən 13 dənə stolu var. Onu da üstündə verir. Bunu da nəzərdə çatdırın. Burada manqalxanası, mətbəxi, yayda oturmaq üçün bütün ev sahibi şərait yaradıb. Gördüyünüz kimi, bütün nə varsa hörmətli izləyicilər hamısının yerinə getirib. Yəni, burada bir dənə çatmayan bir şey yoxdur. Hamamı. Gördüyünüz kimi, bax, burada bir dənə təmirli hamamı var. Super vəziyyətdə, təmir vəziyyətdədir. 500'ü bir dənə parpantarınızı, qapqaşınızı götürsünüz, gəlirsiniz. Hamamı orada, sanitar qopşu. Bu həyətçinin olan bir sanuzeldir. Həyətə ait olan bir şeylərdir. Qopcan buranı görə, İşığı yanmaya bindi. Demək, hörmətli izləyicilər, buranın işığı da, hamısı yandırdığınız işığı da gördüyünüz kimi. İndi gəlin. Burada qazanxanasıdır, yəni evlər istipoldur, çəkilib hamısı, evini göstərəcəm hamısı içəri. Burada kombi sistemidir. Burada əl damıdır. Hamısı da təmir vəziyyətdədir. Burada əl damıdır. Göstərəcək. Demək, hörmətli izləyicilər, qab, qaşıq, artıq balonlar, zadı yığmaq əlverişlidir. Gedən indi, buralar hamısı metlaq düzülüb, görürsünüz bura. Metlaqla edib. Buralar düzülüb, buradan umanət, tam et daşlar düzülüb, ətraflı məlumatı verirəm. Ev, onun 11 metriyədir. 220 kvadratdır, bunu nəzərdə çatdırım. Görürsünüz, hasarlar zat, hamısı belə səliqəli bir evdir da, yəni evə söhbət ola bilməz. Hətta ev əşyalı satılır, evin siqnalizasiyası var. Bax, indi bax, qoyduq, evə kimsə girə bilməz. Yəni, arıza bir siqnalizasiya birbaşa telefona nəzarət olunur. Baxın, bax, indi açıldı. Bağlayanda, bax, evə girəndə, bax, görürsən, girəndə özü bağlı olur, siqnal verir. Biz açdıq, yəni özü rahat girmək mümkündür. Demək, girən kimi, baxın, bax, belə bir hissəsi buradan. Naxışlarla belə metlaqla vurdurub evə. Buradan bir dənə belə çəkirəm. Buralar hamısı istipoldur. Görürsünüz, hörmətli izləyicilər. Yəni, evin giriş hissəsinə belə fikir verilib. Buradan bir dənə bunu düzəldək. Belə. Evdə nə varsa, hörmətli izləyicilər, evin içində qalır. Yəni, bunu nəzərdə çatdırım. Bir dənə paltorunuzu, qapqaşınızı götürüb gəlib evin içinə girirsiniz. Bu birinci mərtəbənin sanuzeli. Baxın bir dənə. Duş kabinası zadı içində, səliqəli. Evdir, səliqəlidir, baxın. Aha. Mətbəxi. Haradasa bir 20 kvadrata yaxın mətbəxdir. Yuxarı asma tabanla yığılıb. Baxın, hörmətli izləyicilər. Ev həqiqətən, buralar da hamısı istipoldur. Birinci mərtəbə. Belə. Qapıları, yəni hamısı səviyyəli, keyfiyyətli materiallardan istifadə olub. O evdə nə varsa, xaladenliklər zat, hamısı heç istifadə olunmayıb. Baxın. Bu mebellər demək olar ki, ayda arada bir dəfə gəlib qalarlar. Mebellər zat, hamısı keyfiyyətli mebellərdir. Keçirik indi zala. Zalın özü, hörmətli izləyicilər, nəzərinizə çatdırın.
Demək zalın özü. Baxın, burada nə qədər mebel var, təzədir, istifadə olunmuyor. Gələn adam yerində baxacaq ki, təzə mallardır, hansı mebellərdir, hamısı. Nə varsa evin üstündə qalır, içində qalır. Bir dənə yenə qeyd edirəm, bəzi xırdapara işlər, yerlər, şeylər götürüləcək, qalanları nə varsa evin içində qalacaq. Birinci mərtəbə monolitdir, istipoldur, çox gözəl bir evdir. Təmirdə əl vurmağa ehtiyacı yoxdur, gəl, gir, yaşa. Gedən üçün yuxarı mərtəbədən tanışılaq. Pləkanları beton monolitlə tökülüb. Zalı hardasa 30 kvadratdır. Zalı böyüdür, yəni yaxşıdır. 30-dan hələ çox olar. Qalxırıq bura. Bu ikinci mərtəbədə ara mərtəbəsi monolit. Yuxarıda banda monolitdir. Beton monolitdir. Yəni indi bilinmir. Beton monolitdir. Ev sahibinin deməyinə görə yuxarıda monolitdir. Burada 20 kvadratlı bir yataq otağı. Evin hər tərəfi işıqlı, bütün otaqlarına tam rahat evin içine işıq düşür. Mebellər təzə mebellərdir. Bax, qoyulub heç istifadə olunmayıb. Sonra keçirik burada bir 20 kvadratlı bir yenə bir yataq otaqdır, 4-ün 5-ə. Bax, mebellər var ha. İnan, gəlin, baxın, təzədir. İstifadə olunmayıb. Bir dəfə yatılar, yatılmaz. Yəni, belə bir vəziyyətdir. Görürsünüz, hörmətli izləyicilər, hamısı qaydasında evin mebelləri sağlam, təzə. Yəni, gəl götür bir şey gir içərdə, papaltarı. Demək, bura ikinci mərtəbənin sanuzu ilə. Təmir yenə ideal vəziyyətdə. Sonra kesirik. Bura böyük bir xoldur. Nədir? Burada artıq nəsə, bir otaq kimi sağlıyor. Siz gələcək oradan bölüm monolitdir. Burada da bir otaq yarada bilərsiniz. Amma ev sahibi belə zövqlə eləyib. Burada divan, kreslo, nəsə xoldur da. Yəni otaq sağlıyor əslində, böyüdür çünki. Burada da 25 kvadratlı bir yataq otağıdır. Buranın da mebelləri var, təzədir. İstifadə olunmayıb demək olar. Sağlam vəziyyətdədir, içi dolu, əşyalı satılır bir ev. Hər evdə də, hörmətli izləyicilər, hər otaqda, evin bütün otaqlarında da kondisioner var. Yəni üstündə kondisionerlər də hamısı evin içində qalır. Yəni bunu da nəzərdə çatdırım, hər otaqda bir dənə kondisioner. Hörmətli izləyicilər, demək, bütün nə varsa məlumatları sizə verdim. Nəzərdə çatdırıram ki, hörmətli izləyicilər, demək, kimlərsə evin satması isə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. Seçal Əmlakda, TikTok, Instagram, YouTube'da bütün evlərimizi, səhifələrimizi orada, səhifədə evlərimizi izləyə bilərsiniz. Nəzərdə çatdırıram, hörmətli izləyicilər. Demək, bax bu evin, demək, bələdiyyə sənədi var. 4 sotun içindədir. Yəni nəzərdə çatdırım, 4 sotun içindədir. Yolla 300 metr məsafədədir. Şəxsi inşa olunmuş bir evdir. Əşyalıdır. Sənəddə 2500. Yəni kupsiyə gedən sənəddir. Hörmətli izləyicilər, rahatda gedir. Heç bir neft ərazisinə, başqa bir şeyə, tokazada yaxınlığı yoxdur. Yəni bunu nəzərdə çatdırım. Qiyməti də 230 min start qiymət ev əşyalı satılır. Bunu nəzərdə çatdırım. Ev sahibinin, yəni qoymağa yeri yoxdur. Fikrini çatdıra bildim. Yaxın hörmətli izləyicilər, ev içi dolu, əşyalı 230 mindir. Qiyməti də çox qəşəng, münasibdir, səliqəli bir evdir. Allah olmayanlara gözəl belə evlər qismət eləsin. Sona qədər izləyin.